Bəli, mədəniyyət paytaxtımız Şuşa bugün daha bir səfərə ev sahibliyi edir. Belə ki, Gürcüstan və Türkiyədən olan 30-dan artıq din xadiminin azad torpaqlarımıza səfəri gerçəkləşir və səfər çərçivəsində ilk olaraq din xadimləri mədəniyyət paytaxtımıza gəldilər. İndi operatorumuz görüntüləri sizə təqdim edəcəklər və bildirmək istəyirəm ki, səfər çərçivəsində qonaqlara Şuşanın tarixi ilə bağlı məlumat verilir. Həmçinin işğal dönəmində ermənilərin törətdiyi vəhşilik, vandallığın izləri də əyani olaraq gələn qonaqlara Gürcüstandan və Türkiyədən gələn din xadimlərinə göstərilir. Bildirmək istəyirəm ki, torpaqlarımız işğal altında olarkən yaşayış yerlərimizlə yanaşı ermənilər həm də tarixi, dini abidələrimizi tamamilə məhv edib, qəbirstanlıqlarımızı tamamilə məhv ediblər və bu cinayətin, bu vəhşiliyin izləri hələ də bu torpaqlarda qalmaqdadır. Elə gələn qonaqlar bunları da gözləri ilə gördülər. Həmçinin torpaqlarımız öz azadlığına qovuşduqdan sonra Şuşada aparılan tikinti, quruculuq, bərpa işləri ilə bağlı da məlumatlar çatdırıldı qonaqlara. Bildirmək istəyirəm ki, Şuşada olan məscidlərimiz ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Amma torpaqlarımız azad olunduqdan sonra, Şuşa öz azadlığına qovuşduqdan sonra həm yuxarı Gövhərağa, həm aşağı Gövhərağa, həm Saatlı məscidi, həmçinin bizim hazırda dayandığımız Mehmandarovların malikanəsində olan məscid də əsaslı təmir bərpa olundu və artıq istifadəyə verilib. Bəli, qonaqları görürsünüz, bugün Şuşanı ziyarət edilər və bu səfər bununla da yekunlaşmayacaq. Şuşadan sonra Ağdam səfəri nəzərdə tutulub. Qonaqlar Ağdama gedəcəklər, İmarət kompleksini ziyarət edəcəklər, Ağdam Cümə məscidini ziyarət edəcəklər, Ağdamda aparılan tikinti quruculuq işləri ilə yaxından tanış olacaqlar. Daha sonra isə işğal dönəmində ermənilər tərəfindən tamamilə məhv edilmiş Ağdam Şəhidlər Xiyabanında olacaqlar. Biz də bugün qonaqlarla bərabərik, onları müşayiət edirik və az öncə onlardan bəzilərinin fikirlərini öyrəndik, təəssüratlarını öyrəndik. Əlbəttə, din xadimi olaraq onlar, belə deyək, ibadətgahların, tarixi dini abidələrin dağıdılmasını insanlıq ötəsi bir cinayət adlandırdılar. Yəqin ki, reportajımız da olacaq və bütün bu müsahibələr reportajımızda yer alacaq. Mədəniyyət paytaxtından çatdırmaq istədiklərimsə bunlardan ibarətdir. Sözü yenidən sizə veririk.